Salam əziz abituriyentlər, 11 yanvar 2026-cı il tarixində 11-ci sinif 3-cü qruplar üçün keçirilmiş hədəf sınağının tarix sualları ilə tanış olaq. 31-ci sualda Qızıl Ordu hökmdarı Toxtamış xan və Qaraqoyunlu Qara İskəndər üçün oxşarlıq bizdən soruşulur. 15-ci əsrin 1-ci əsrində hakimiyyətə gəlmələri. Qara İskəndər bildiyimiz kimi 1420-1436-cı illərdə hakimiyyətdə olub. Toxtamış xan isə 1380-1395-ci illərdə hakimiyyətdə olub. 15-ci əsr 1-ci yarısı hakimiyyətə gəlməz, yəni Qara İskəndərə aiddir, oxşarlıq deyil. Teymurlərlə mübarizə aparmaları hər ikisinə aid ortaq xüsusiyyətdir. Belə ki, Toxtamış xan Terek döyüşündə iştirak eləmişdi və orada da öldürülmüşdü. Qara İskəndər isə Alaşkert döyüşündə 1420-ci illərdə Şahruxla, yəni Teymur Şahruxla qarşı mübarizə aparmışdı. Şirvanşahlara qarşı mübarizə, bu da hər ikisi hökmdara aid ortaq xüsusiyyətdir. Belə ki, Toxtamış 1385-ci ildə Azərbaycana yürüş etmişdi. Şirvanşahlarla mübarizəsi daha sonra 1387-ci ildə 1-ci İbrahimin Əmir Teymurla birləşərək Buxara Səmərqəndə yürüşü, sonra elə Terek döyüşünü nümunə göstərə bilər. Şirvanşah İbrahimlə Toxtamış xan üzrə gəlib. Qara İskəndər üçün isə bu elə Alaşkert və 1435-ci ildə baş verən Təbriz döyüşləri üçün oxşarlıqdır. Çünki Şahruxun müttəfiqi olaraq Şirvanşahlar hökmdarı 1-ci Xəllullah Qara İskəndərə qarşı mübarizə aparmışdı. Doğru cavabımız 2 və 3. Osmanlı ilə diplomatik əlaqələr yalnız Qara İskəndərə aiddir. Aşağıdakı cədvəldə hadisələrin hansılarının yerini dəyişsə xronoloji doğrular. Tamğa vergisinin ləğvi 1565, İsfahanın paytaxta çevrilməsi 1598, Sınıq körpü döyüşü 1618, Şah Səfərin hakimiyyətə gəlməsi 1629, Hörmüzün portikaların geri alınması 1622. Xronoloji ardıcılığa baxsaq, burada demək 4 və 5 rəqəmlərinin yerini dəyişsək düzgün ardıcılıq olar. Azərbaycan Xalq Cümhuriyyətinə aid uyğunluğu müəyyən edin. 2-ci, 4-cü və 5-ci hökumətlər. Vətəndaşlıq haqqında qanun 1919-cu ilin avqust ayında qəbul olunub. Bu qanun qəbul olunduğunda 4-cü hökumətin dövrünə düşür. Çünki 4-cü hökumət 1919-un 14 aprelindən 22 dekabra qədər mövcud olub. İtaliya hökumətlə saziş 1920-ci ilin fevral ayında bağlanıb. Bu müqavilə bağlanarkən 5-ci hökumət hakimiyyətdə idi. 5-ci hökumət 1919 22 dekabrdan 1920 30 marta qədər mövcud olub. Demək, B 5-ci hökumətə aid olar. Sentrokasp diktatorluğu mübarizə, bu bildiyimiz kimi 2-ci hökumət dövrünə düşür. 1918-ci ilin avqustun 1-də yaranıb Sentrokasp diktatorluğu və avqust-sentyabr aylarında Bakı azad olunana qədər Sentrokasp diktatorluğu ilə Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz Tam Ordusu Birliyi arasında mübarizə davam edib. Bu da 2-ci hökumətin dövrünə düşür. 1C, 2A, 3 isə B. Doğru cavabımız D variantı. 17-ci əsrə aiddir. Dərbənddən Gilana qədər sahil boyu yaşayış məntəqələrinin Rus Qazaxlar tərəfindən qayıtılıb. Bəli, Stefan Razindən söhbət gedir. Bu da 1668-ci ilə aiddir. Doğru cavabımız elə A variantı. Digər variantlara baxaq. Azərbaycanın mərkəzləşmə prosesinin paya çatması 1551 Təhmasibin Şəki hakimiyyəti süquta uğratması dövrüdür. Əfqanların İsfahanı ələ keçirməsi 722-ci ilə aiddir. Bu 18-ci əsrdir. Xorasanın ilk dəfə Sərdar əlinə keçməsi Mərvi döyüşü 1510. 16-cı əsrdir. Xidmət müqabilində verilən şərt torpağın iqta deyil, demək Tiyulu idi. Bu dövrdə torpaqlar, Sərdar dövründə. Bu da doğru deyil. Rəiyyət hərbi qulluğa çağırıldı və baş vəzir sədrəcəm vəzifələri və təbii ki, bu Nadir Şah Əfşara aiddir. 36-cı suala baxaq. Qədim Roma Qaraxan dövlətlərinin oxşar cəhət ola bilməz. Burada variantlara baxsaq, hər biri oxşarlıqdır, amma D variantı erkən feodalizm dövrü yaranması yalnız Qaraxan dövlətinə aiddir. Bildiyimiz kimi 840-cı ildə yaranıb Qaraxanlı. Roma isə eldən əvvəl 753-cü ildə, yəni qədim dövrdə yaranıb. Qaraxanlı isə 840. Məntiqi arıcılıq AXC-nin güclü diplomatik təzyiqi, yerli halinin qətiyyəti və bunun nəticəsində də Naxçıvanda erməni idarəçiliyinin ləğvi. Bu da 1919-cu ilin demək avqust ayında bölgəyə Naxçıvan General Qubernatorluğunun nəzarətini keçməsidir. 38-ci suala baxaq. Hadisə nəticəsi pozulmuşdur. Yorktan döyüşünün İngilistənin məğlub olması 1781 və İstiqlaliyyət müharibəsinin taliyə alınır. Bu da bəli, bu doğru cavabdır. Kiçik Qaraca müqaviləsi 1774. Rusiya Bosfor Dardan boğazlarına çərbə keçmək qazanıb. Bəli, 2 dəfə qardaş çıxış əldə elədi Rusiya. 3-cü Səlimin islahatları, 3-cü Səlim bildiyimiz kimi 1789-1807-ci illərdə hakimiyyətdə olmuş Osmanlı sultanıdır və Avropa nümunəsində yerli hərbi hissələr yaradılmışdı. Bəli, hərbi islahatlar, hərbi təlimlər keçirilmişdi.
Şimal müharibəsində Rusiyanın qələbəsi 1721 Niştat sülhü, paytaxtın Sankt-Peterburq köçürülməsi isə 1712-ci ilə aiddir. Doğru deyil. Almaniyada kəndli müharibəsinin başa çatması 1525 Thomas Müller üsyanına söhbət gedir və şəxsən azalan kəndlərə təkmil salınıb da doğrudur. O 50-ci illərində İngiltərə əhalisi respublikaya olan inamını tamamilə itirmişdi. Aha. Bildiyimiz kimi respublika dövrü 1649-cu ildən yaranmışdır, 1653-ə qədər mövcudluğunu qorumuşdur. Respublikanın siyasəti xalqın mənafeyinə zidd idi. Ölkədə ali hakimiyyət parlamentə məxsus olduğundan əhali baş verən hadisələrin əsas günahkarı onu sayırdı. Aha. Mətndə bəhs olunan hadisələrin nə ilə nəticələnir müəyyən edin. Nəticə etibarilə bildik ki, 1653-cü ildə Lord Protektorluq dövrü başlayır, yəni uzun müddətli parlament buraxılır və ölkədə sərt diktatorluq rejimi qurulur. Doğru cavabımız 2 və 3. 40-cı suala baxaq. Verilənlərin nəticəsidir. Osmanlı Krım qövmünə məğlub edilməsindən sonra imzalandı. Artıq bizə məlumdur ki, Sınıq körpü döyüşündən sonra, yəni Osmanlı Krım qüvvələri məğlub ediləndən sonra bağlanan müqavilə, yəni Mərənd sülhündən söhbət gedir. Bu da 1618-ci ildə bağlanmışdır. Doğru cavabımız E variantı və ikinci variant baxsaq, Səfəvi hökmdarı Azərbaycan torpaqlarının və azad edilən digər ərazilərin Osmanlı tərəfindən tanınmasına nail olmuşdur. Daha sonra baş vermişdi ABŞ-də konstitusiyanın qəbul edilməsi 1787, İngiltərə Respublikanın qurulması 1649, Rusiya imperiya çevrilməsi 1721, Prut müqaviləsi 1711, Alda döyüşü 1785. Daha sonra dediyi üçün doğru cavabımız elə variantıdır. Uyğunluğu müəyyən edin. Burada texniki bir səhv gedib. 1 və 2 əraziləri əslində göstərilən yer 1 Fransa kimi göstərilən yerdir, Fransa ərazisidir. 2 isə Almaniya olmalıdır. 16-cı əsr 20-ci illərində ərazisində kəndi üsyanı baş vermişdir. Təbii ki, Almaniya söhbət gedir. 1524-1525-ci illərdə baş vermiş Thomas Müller üsyanı. Bu da Almaniyaya aiddir deyə doğru demək 2-yə aid olar. Burada qeyd edək. 2A. Feodallardan qalxan pul adlı vergi alınırdı. Bu İngiltərəyə aiddir. 12-ci əsrdə keçirilmiş demək islahat nəticəsi olaraq 2-ci Henrix bu vergini almağa başlamışdı. Bu heç birine aid deyil, İngiltərəyə aiddir. 16-cı əsrin ortalarında protestantların din azadlığı rəsmən tanınmışdı. 1555-ci il Avqustburq sülhündən danışılır və bu da Almaniyaya aiddir. Demək 2C. 15-ci əsr sonlarında vahid dövlət halında birləşdirilməsi əslində başa çatdı. Bu da Fransa səyahət xüsusiyyəti. Bildiyimiz kimi 11-ci Ludovikin dövründə demək 1461-1483-cü illərdə hakimiyyət dövründə Fransanın birləşdirilməsi başa çatmışdı. Fransada 1 kimi göstərilib, demək 1D-dir. Poitiers döyüşünə məğlub oldu. 1356-cı ildə 100 illik müharibənin gedişində Fransa məğlub olmuşdur. Bu da Fransaya aiddir. 1D. 2AC doğru cavabımız C variantı. Türkiyədən Mərkəzi Partiyası onun başçılığı yaradılmışdı. Təbii ki, 1917-ci ilin martından fevral inqilabından sonraki prosesdən söhbət gedir. Və Azərbaycan Xalq Cümhuriyyətində 4-cü, 5-ci hökuməti başçı olmuşdu. Təbii ki, Nəsib bəy Yusifbəylidən söhbət açılır. 100 illik müharibənin gedişində fransızların ilk böyük qələbəsindən, yəni 1429-cu il Orlean döyüşündən söhbət gedir. Sonra baş verən hadisələrdən deyil. Demək 1429-dan öncəyə aid xüsusiyyət seçməliyik. Vahid İspaniyanın yaranması 1479, bu sonradır. Teymurilərin Qızıl Ordu dövləti məğlub etməsi 1395 Terek döyüşü, bu öncəki dövrə aiddir deyə doğru cavab elə B variantıdır. Digər variantlara da baxaq. Almaniya reformasiyasının başlanması 1517, Tüdorların hakimiyyətə gəlməsi 1485, Osmanlı Şərq Roma süqutu atması 1453. Uyğunluq gözlənilmişdir. Xəzəryanı vilayətləri Rusiyanın hakimiyyəti altında qalırdı Peterburq müqaviləsinə görə. Bəli, doğru cavabdır. Peterburq müqaviləsi 1723-cü ildə Səfəvi nümayəndəsi İsmail bəylə Rusiya çarı 1-ci Pyotr arasında imzalanmışdı və bu müqavilənin şərtinə görə Xəzəryan vilayətləri Rusiyaya verilirdi. Doğrudur. Digər variantlara baxaq. Şirvan Osmanlı himayəsi altında yarım müstəqil xanlıq elan olunmuşdu 1724-cü ildə Nabur yox, İstanbul sülhünə görə. Hacı Davudun başçılığı üsyan baş vermişdi Osmanlı yox, Səfəvi hakimiyyətinə qarşı. Burada səbəblər yazılmalı idi. Aqoni dövlətində bəhrə adlanırdı. Otlaqlardan istifadəyə görə yox, sudan istifadəyə görə alınan vergi idi. Otlaqlardan istifadəyə görə Çoban bəyi adlanacaq. Kəstanlar sülaləsi müəyyən müddət asılılıqda olmuşdur Teymurilərdən. Kəstanlar yox, Dərbəndilər sülaləsi Teymurilərdən 1386-cı ildə asılı vəziyyətə düşmüşdür. 17-ci əsr 1-ci yarısı Azərbaycanın dövlət idarəçiliyinə iştirak edən vəzifə şəxsi sahəsinə daxil deyil. Bəylərbəy var. Amil bildiyimiz kimi Ərəb xilafət dövründə vergi yığan məmuru idi. Sədr Əzəm var.
dini işlərə baxır. Qolbəyi naibin yerinə 17-ci əsrdə bəli vilayətlər idarə edir mahalları. Baskak isə vergi yığan məmurdur. Bu da Qızıl Orduda idi. Bu dövrlərdə Qızıl Ordu yoxdur. Təbii ki, Azərbaycana aid xüsusiyyət deyil. 2-5 doğru cavab C. 47-ci suala baxaq. Şəki hakimliyi və Ərdəbil hakimliyini müqayisə eləyək. Ərəb xilafətinin zəifləmə nəticəsində yaranmışdı. Şəki hakimliyindən söhbət gedir. Belə ki, 9-cu əsrin 60-cı illərində yaranmışdı Şəki hakimliyi. 1A. Qaraqoyunlularla mübarizədə məğlub olması bu demək hər ikisinə aid xüsusiyyət deyil. Belə ki, 1412-ci ildə baş verən Kür çayı sahilində döyüşdə Ərdəbil hakimliyi və Şəki hakimliyi Şirvanşahların müttəfiqi idi, eləcə də Gürcülər. Cabani və Şərur döyüşlərinə qalib gəlmişdi. Cabani 1500, Şərur 1501-ci ilə aid xüsusiyyətdir. Bu da Ərdəbil hakimliyinin xüsusiyyətləridir. Bir müddət Oraz suası tərəfindən idarə olunurdu, Şəki hakimliyinə aiddir. Dirqor döyüşündən sonra Gürcülər tərəfindən son qoyulmuşdu. Bu Tiflis müsəlman əmirliyinə aiddir. Demək, Dirqor döyüşdə 1121-də baş verib, ondan biri sonra da varlığına son qoyulub. Heç birinə aid deyil. 1A, D, 2C, 3B, doğru cavabımız B variantı. 17-ci yüzillik Osmanlı İngiltərə. Azovu Rusiyadan geri qaytardı Prut sülhü ilə 1711-də. Bu 18-ci əsrə aiddir. Durğunluq dövrü geriləmə ilə əvəz edildi. Bəli, 1699. Bu 17-ci əsrin sonu. Əleyhinə müqəddəs birlik adlı ittifaq qurulmuşdu 1684-cü ildə. Bu da 17-ci əsr xüsusiyyətdir. ABŞ-nin müstəqilliyini tanımışdır İngiltərə 1783-cü ildə Versal sülhü ilə. Bu 18-ci əsr aid xüsusiyyətdir. Yeni sulh hakimliyi gəlmişdi. Bəli, 1603-cü ildə Stuartlar. 30 illik müharibədə iştirak etməmişdir. 30 illik müharibədə 1618-1648-ci illərdə baş verib, Vestfaliyanı başa çatıb və burada İngiltərə iştirak etməmişdi. Doğru cavabdır. B, C, Y, F. Doğru cavab D variantı. Daha əvvəl baş vermişdir. Axeylərin Mikena mədəniyyətini yaratması eradan əvvəl 2-ci minillik. Hindistanda kasta quruluşunun yaranması eradan əvvəl 12-11-ci əsrlər. Bu da 2-ci minillikdir. Romanın Makedoniya işğal etməsi eradan əvvəl demək 146. 2-ci əsrin ortaları eradan əvvəl. Sarsaqlar Rusiyanın bizim yerdə 184. Mixiyazın yaranması eradan əvvəl 3-cü minillik. Şumerə aiddir. Doğru cavabımız Y, daha əvvəl dediyi üçün. 50-ci sual. Doğru fikirləri müəyyən edin. Mərkəzləşmiş vergi sistemi tətbiq edildi Ağqoyunların dövründə. Ağqoyunların dövründə vergi sistemi tətbiq edildi. Məsələn, Uzun Həsənin qanunnamə qəbul etməsi ilə. Amma burada mərkəzləşdirilmiş sözü doğru deyil. Həsən Padşah. Caban döyüşündə məğlub oldu. 1500-cü ildə Dərbəndər sahəsi. Bu doğru cavabdır. Fərrux Yasar öldürülmüşdü bu döyüşdə. 15-ci əsrin əvvəllərində fəaliyyətə başlamış Təbrizdə Şamqazan rəsədxanası. Bu 15 yox, 14-cü əsrin əvvəllərində olmalı idi. Fəzullah Rəşdəddin tikdirmişdi bu rəsədxananı. Vəqfdən gələn gəlirlərə nəzarət edirdi baş vəzir. Vəqfdən gələn gəlirlərə baş vəzir yox, Sədr Əzəm başçılıq edirdi. Testdə texniki bir problem var. Burada doğru cavab yalnız 2 olur. Heç bir variantda da 2 yoxdur. Ən yaxın variant burada 1-2 ola bilər, B variantı. Ola bilsin ki, burada mərkəzləşmiş sözünə görə bax olmasaydı testin düzgün cavabı çıxardı. Bağdad və Gəncə müqavilələrinə aid oxşar onları müəyyən edin. Səfəvi dövlətinin iştirakı ilə imzalanıb. Bildiyimiz kimi Bağdad müqaviləsi 1733, Gəncə isə 1735-ci illərdə imzalanıb. Səfəvi dövləti iştirak edib, bəli. Rus tacirlərinin güzəşt ticarəti nəzərdə tutulurdu. Bağdadda yox, çünki Bağdad Osmanlı imzalanıb. Yalnız Gəncə müqaviləsinə aiddir. 18-ci əsr 30-cu illərində imzalanmışdı. Hər ikisinə aid xüsusiyyətdir. İkinci Səhv mühasibəsinin dövründə imzalanmışdı. Bildiyimiz kimi ikinci Səhv mühasibə 1722-1732-ci illərdə hakimiyyətdə olub. Heç biri ikinci Səhv mühasibəsinin dövrünə düşmür. Hər iki müqavilə 3-cü Abbasın dövrünə düşür. Kürdən cənubdakı torpaqların Səfəvilərə qaytarılması nəzərdə tutulurdu. Bu müqavilə də demək Rəşd sülhünə aid xüsusiyyətdir. 1732-ci ildə imzalanıb. Burada heç birinə aid deyil. Doğru cavab A və C. C variantı. Orta paleolit fərqli olaraq Neolit dövründə insanların əkinçilə məşğul olması, bəli, Neolit dövründə artıq əkinçilik var idi. Axirət dünyasında inanma mövzu olması orta paleolitdən yaranıb, orta paleolitdə də var, 2-ni çıxırıq. Ox və kamandan istifadə edilməsi mezolitdə yaranıb, neolitdə də var, orta paleolitdə yoxdur. Mikrolit alət də eləcə də mezolitdə yaranıb, neolitdə də var, orta paleolitdə yoxdur. Doğru cavabımız 2, 3, 4. 1, 3, 4. Kurqan tipli qəbir isə heç birinə aid deyil, çünki bu erkən Tuncda yaranacaq. Şirvan bəylər bəyliyinə aid olmayan fikirlər. Səbəblər təbrini yazmışdıq. Şirvan bəylər bəyliyi.
Bəli, doğru cavabdır. Belə ki, 1538-ci ildə Şirvanşahlar dövlətinin süqutundan sonra Şirvan ərazisində bəyləbəylik yaradılmışdı. Bizə aid olmayan deyir. 16-cı 1-ci rübündə yaradılmışdır. 1538 birinci deyil, ikinci rübdür. Ona görə aid deyil, 2-ni götürürük. 16-cı 40-cı illərin ərazisində üsyan baş vermişdi. Bəli, 1547-ci ildə Əlqasım Mirzənin qiyamı baş vermişdi Şah Təhmasibə qarşı. Bu da doğru cavabdır. Mərkəzi Gəncə şəhəri olmuşdu. Xeyr, mərkəzi Gəncə yox, Şamaxı şəhəri idi Şirvan bəylərbəyliyinin. Bizans dövlətinin Axundan fərqli Albaniyanın oxşarlığı. Rəşidli xəlifələrin qüvvələrinə qarşı mübarizə aparması. Bizans mübarizə aparmışdı, bəli. Hətta Misir, Suriya, Fələstin kimi əraziləri itirmişdi. Axundan fərqli idi. Albaniyada mübarizə aparır. Məsələn, Karisiya döyüşü, Ktesifon döyüşü Cavanşir burada sərkərdə olaraq iştirak eləmişdi. Bu doğru cavabdır. Sasani dövlətinə qarşı mübarizə Axunda da var. 5-ci əsrdə mövcud olması, bu da Axund dövlətində var. İmperiyanın parçalanmasının yaranması, bəli, bu yalnız Bizansdan Albaniyaya aiddir. Bizans Romanın parçalanması ilə 395-ci ildə yaranmışdı. Albaniyada Makedon İskəndərin imperiyasının parçalanması ilə Erdən və 4-cü əsr ikinci yarısında yaranmışdı. 55-ci sual xıncarcılıq 3-cü Sambirzə üsyanı 1747. Sərdar əhalinin siyahlanması 1699-1702 Sultan Hüseyn. Rusiya Sərbi arasında sərhəd münaqişəsinin baş verməsi. Bayaq dedik 1600 yox, bu elə bildim. Bu Stefan Razındır, xeyr. 1653-62. Bu 2-ci Abbasın dövründə baş vermişdi. 62-də İsfahanda müqavilə bağlanır. Şah Süleymanın Rusiya ilə müqavilə imzalaması bu 1667-ci ilə aiddir. Xıncarcılığa baxsaq, demək 3, 4, 2 və 1. 17-ci əsr memar qabilərini yerləşdirən ərazilərin Şah Abbas məscidi bildiyimiz kimi 17-ci əsr əvvəllərində Gəncədə tikilib, Kərəxana məqbərəsi də Şamaxıda tikilib. 1663-cü ildə Sərkar Əbdüləzim memarlığı ilə tikilib. Demək, burada da Gəncə 3 kimi göstərilib. Şamaxı da 2 kimi. 5 demək Dərbənd bölgəsidir. Dərbənd. 1 Ərdəbil. 4 isə Təbriz. Doğru cavab 2 və 3. Uyğunu müəyyən edin. Moğol hökmdarı Babur Şah və Osmanlı hökmdarı Sultan Süleyman. Viyana şəhərinin mühasirəyə alınması 1529. Viyana tuta bilmir Süleyman, amma mühasirəyə alır. 2A. Cizyənin ləğvi Babur Şaha aiddir bildiyimiz kimi. Səfəvi dövlətlə müharibə aparması Süleymana aiddir. 4 dəfə yürüş edib 1534, 35, 48, 54-cü illərdə. 16-cı əsr 1-ci rubində dövləti idarə etməsi. Təbii ki, Babur Şah 1526-da Panipatda dövləti yaratmışdır. Bu 2-ci rübə düşür 16-cı əsrdə. 1-ci rübə düşən Sultan Süleymandır. Yeni dövlətin əsasını qoyması da Babur Şaha aid xüsusiyyətdir. Mənbəni oxusaz, burada Qaraqorun qurultayından söhbət açıldığını görəcəksiniz və Batığanın başçılığı ilə Monqolların qərbə doğru yürüşündən danışılır. Mətndə bəhs olunan qurultayın neçənci ilə keçinin qeyd edilir 1235. Qaraqorun qurultayı. Tarixi biliklərinizə əsasən bu yürüşün nəticəsində yaranan dövlətin adını qeyd edilir. Bu da Qızıl Ordu dövlətidir bildiyimiz kimi. Batı xanın başçılığı ilə yaradılmışdı. Və tarixi biliklərinizə əsasən 15-ci yüzillikdə bu dövlətdən ayrılmış ərazilərdə yaranmış xanlıq və müstəqil dövlətlərin ən azı 3-ünün qeyd edilir. Qeyd edə bilərik. Bildiyimiz kimi 15-ci əsrdə Qızıl Ordu parçalanır və burada Qazan, Həştərxan, Kırım xanlıqları yaranır. Üçünü qeyd etdik. Birini də əlavə olaraq qeyd edə bilərik. Noqay ordası. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Nəticələrinizi rəydə bölüşün, bizlərlə bölüşün. Sağ olun.